Bugünkü dərsimizdə sizinlə CorelDRAW proqramında vizitkalar haqqında danışacağıq. Vizitkaların hazırlanma qaydası və yaxud da harada istifadə oluna bilər, bunlar haqqında məlumat verəcəm. Vizitkalar biznes kart və yaxud da kart vizit olaraq da adlanır. Daha çox öz biznesimizi tanıtmaq məqsədi ilə istifadə edilən kiçik kartlardır. Nümunə olaraq isə bir çox nümunələr göstərə bilərik. Mən Pinterestdə biznes kart yazaraq bir çox şablon vizitka nümunələrini görə bilirəm. Bu vizitkaların hazırlanması üçün CorelDRAW proqramından istifadə etmək mümkündür. Hətta bəzi vizitkalar sadəcə bir üzdən ibarət olur, bəzi vizitkalar isə iki üzdən ibarət olur. Biz bugün iki üzdən ibarət olan vizitkaları yaratmağa çalışacağıq. Vizitka hazırlayarkən diqqət eləməli olduğunuz bəzi məsələlər var. Birincisi, mütləq A4 seçimi olmalıdır. Yəni, əgər siz A4 vərəqində printerdə çapdan çıxaracaqsınızsa vizitkanı, mütləq bu hissədə seçim olaraq A4-də saxlamalısınız. A4-ün ölçülərinin düzgün olduğuna burada diqqət eləyin. Çünki bəzən olur ölçü olaraq vərəq ölçüsü daha böyük ölçülərdə olur. Bu da dizaynı çapdan çıxaranda artıq problem yarada bilər sizə. Mən olduğu kimi Ctrl-Z ilə saxlayıram. Vizitka hazırlayarkən portret və yaxud da albomlu şəkildə də edə bilərik. Sadəcə portret olduqda bir A4-ün içərisinə 10 ədəd yerləşdirmək olur. Albomlu olduqda isə daha çox yerləşdirmək mümkündür. Mən portret saxlayıram ki, bir dənəsini yaradıb 10 ədəd kopyalaya bilim. Bu hissədə isə santimetr və yaxud da millimetrdən istifadə edə bilərsiniz. Ölçü rahat olsun deyə santimetrdə saxlayıram ki, belə qalsın. Daha sonra vizitka hazırlayarkən bizə əvvəlcə düzbucaqlı lazımdır. Ona görə də bu hissədən Rectangle Tool alətini seçirəm. F6 vasitəsilə də seçə bilərsiniz. Daha sonra isə ekranda belə bir gözəyarı fiqur çəkirəm. Fiqur çəkdikdən sonra yuxarı hissədə sizə fiqurun ölçüləri qeyd olunur ki, 8-in 4-ə. Mən isə bu hissədə ölçünü 8-in 5-ə də saxlaya bilərəm. Çünki bəzi vizitkaların ölçüsü elə olur. Və yaxud da dəyişib ölçünü 10-un 5-ə də saxlaya bilərsiniz. Çünki bir çox yerlərdə 10 cm-in 5 cm-də istifadə edirlər. Mən 10-un 5-ə çəkirəm və vizitkanı A4-ümün içərisində yerləşdirirəm. Vizitkanı yerləşdirərkən diqqət edin ki, tam kənara doğru yerləşməsin. Çünki bəzən çoxunun etdiyi ən böyük hissə vizitkanı A4-ün kənar hissələrindən yerləşdirir. Bu isə dizaynı printerdə çapdan çıxaran zaman problem yarada bilir. Ona görə də biraz yuxarı və aşağı hissədə müəyyən qədər məsafələr buraxmaq lazımdır. Daha sonra isə burada mənə qeyd edir ki, iki vizitka var. Mən əvvəlcə ön səhifəni, daha sonra ikinci arxa səhifəni yaratmağı izah edəcəm. Əslində, eyni dizayna oxşardır, sadəcə aşağı hissədə məlumatlar biraz daha genişdir. Vizitka hazırlayarkən yenidən bizə həm rənglər lazım olacaq, həm də sol tərəfdə bəzi alətlərimiz. Fiqurun arxa fonunda diqqət etsəniz, iki rəngimiz var. Mən rəng tonunu qeyd etmək üçün rənglər panelindən də istifadə edə bilərəm və yaxud da dizayndan da istədiyim rəngi seçib ekrana əlavə edə bilərəm. Bu hissədən belə bir alətimiz var. Bunu seçirəm və yaxınlaşıb, baxın, istədiyim hissəyə yaxınlaşdıqda mənə rəng tonunu avtomatik verir. Və bu hissəyə yaxınlaşıb rəng tonunun üzərinə sadəcə bir dəfə toxunursunuz. Ekrana çəkdiyiniz fiqura yaxınlaşdırdıqda isə artıq eyni rəng tonunu fiqurun özünə tətbiq etmiş olacaqsınız. Daha sonra isə burada digər arxa fonda bir fiqur daha var. O fiquru çəkmək üçün biz məcbur şəkildə dairədən istifadə edib dairəni kənara çıxartmalı olacaq və kənara çıxan hissəni kəsəcəyik ki, görünməsin. Düzdür, bəzən kənar hissələri kəsməyib dizaynı saxlayırlar bu formada. Lakin onu qeyd edim ki, bu bizə vizitka hazırlayanda bəzən problem yarada bilər. Bəli, siz hər hansı bir fiqur hazırlayırsınız, deyək ki, məsələn, hər hansı bir diplom və kənar hissəyə bu formada çıxartmışsınız. Belə olduqda kənar hissələr printerdə çap zamanı görünmür. Amma indiki halda biz bunu artıq
vizitka üçün edəndə içərisində olanlar da qalacaq deyə bizə problem yaradacaq. Belə olmasın deyə kənarda olan hissələri kəsəcəyik. Bunun üçün yenidən mən hər hansı bir rəng tonu seçirəm. Hətta eyni qaydada buradan seçib fiqura tətbiq edə bilərəm. Daha sonra isə fiqurun kənarları üçün rectangle alətini təkrar seçib kənarından olacaq şəkildə belə bir fiqur əlavə edirəm. Daha sonra Ctrl plus vasitəsilə və yaxud da siçanın deyiləcəyi vasitəsilə ölçünü genişləndirib bunu tam kənardan olacaq şəkildə fiqurun üzərində yerləşdirirsiniz. Hətta ölçünü biraz daha böyüdürəm ki, daha dəqiq qeyd edə bilim. Ki, fiqurun hər hansı bir hissəsi kəsilməsi. Mənə lazım olan kənarda olan hissələrin kəsilməsidir. Eyni qaydada fiquru aktiv etdikdən sonra Shift düyməsini sıxılı vəziyyətdə saxlayıb dairənin üzərinə bir dəfə toxunuram. Çalışın yuxarı yox, aşağı hissədə toxunasınız və iki fiqur eyni anda seçilmiş olur. Fiquru aktiv etdikdən sonra düzdür, həmin işarələr burada yuxarı hissədə də gəlir. Biz buradan trim işarəsindən istifadə edə bilərik. Amma bəzi versiyalarda bu əmri əgər yuxarı paneldə görmürsünüzsə, deməli bu bölmədən daxil olub shipping vasitəsilə aktiv edə bilərsiniz. Və həmin hissəni avtomatik kəsirəm. Təkrar yenidən fiquru seçirəm və bunu eyni qaydada bu hissəyə də yerləşdirəm. Hətta əvvəlcə baxaq ki, düz bucaqlığımız harada yekunlaşır. Yenidən dairəni kənar hissəyə çıxara bilərik. Shift düyməsi ilə təkrar seçimi edib, eyni qaydada kəsəcəm. Səhvən kontrolu aktiv etmişəm. Belə. Məndə əmir burada olduğuna görə mən yuxarıdan istifadə edirəm. Eyni qaydada aşağı üçün də bu əmri yerinə yetirə bilərik. Yaxınlaşdırıram və diqqət etsəz, müəyyən qədər digər fiqurun üzərinə çıxmış olub. Belə olmasın deyə yenidən aşağıya doğru gətirirəm və Shift-i sıxıb saxlayaraq təkrar seçimi edirəm. Ctrl düyməsini, daha doğrusu delete düyməsi vasitəsilə digər fiquru aktivlikdən çıxarıb onu da ekrandan sildim. Diqqət etsəniz belə bir görüntü olacaq. Təkrar burada bir fiqur daha var. Bu fiquru yaratmaq üçün də buradan Polygon tool alətini ekrana əlavə edirəm və ölçü olaraq ölçünü təxmini əslində bu ölçüdə qalmalıdır. Sadəcə fiqura dərəcə verib əks istiqamətdə saxlamalıyıq ki, bu hissələr yuxarıdan olsun. Dərəcəni bu hissədən də əlavə edə bilərsiniz. Həmçinin yuxarı hissədə də dərəcəni düzgün olsun deyə 90 dərəcədə saxlaya bilərsiniz. Daha sonra isə figurumun kiçildib, rəngini dəyişib və eyni dizaynın içərisinə əlavə edəcəm. Ölçü olaraq dəqiq olsun deyə ekranı təkrar genişləndirdim. Hətta biraz daha sağ tərəfə gələ bilər. Və buradan da yenə hər hansı bir rəng tonunu seçib fiquru təkrar rəngləyirəm. Eyni rəng tonu, əslində eyni rəng tonu da edə bilərik. O qədər də fərq olmur. Həmçinin sağ düymə ilə kənarlarını da rəngləyib belə bir keçid effekti yaradıram. Daha sonra üzərində olan, düzdür, bu logo ki yükləyiblər. Həmin loqonu özümüz də yarada bilərik təxmini olaraq. Amma içərisində olan ikinci fiquru yaratmaq üçün biraz üzərində işləmək lazım olacaq. Bunun yaranmasını deyim, əslində eyni fiqura oxşardı. Sadəcə olaraq kənar hissələrə kiçik bir ovallıq əlavə olunub. Onu necə edirik? Yenidən fiquru seçib ekranda çəkirsiniz. Hətta bunu belə də edə bilərik. Fiquru çəkib dərəcə veririk biraz.
kenar hissələrindən düzgün olacaq şəkildə yerləşdirim. Kenar hissələrini oval etməzdən öncə yuxarı hissədə qalınlıq seçirəm. Çünki fiqurun da diqqət etsəniz müəyyən hissələri biraz qalındır. Qalınlığı etdikdən sonra isə kənar hissələrini oval etmək üçün bizə bu shape tool alətindən olan əmrimiz lazım olacaq. Dairə ölçüsünü çox böyük ölçüdə saxlamışıq deyə bizə problem yarada bilər. Yoxlayım bir dəqiqə. Əslində o qədər də bilinmir. Baxın, belə içə doğru kiçik kölgələri əlavə edirəm. Sadəcə olaraq fiqur böyük ölçüdə çəkib sonradan kiçildə də bilərdi. Elə olduğunda da düzgün olacaqdı. Yuxarı hissə biraz çox oval oldu sanki. Belə. Aşağı hissəyə yazı üçün A hərfi qeyd olunub. Burada tekst tool alətini seçib sadəcə ekrana bir dəfə toxunmaq lazımdır. Daha sonra isə sözü qeyd edirik və onun da ölçüsünü istədiyiniz qədər kiçildib genişləndirə bilərsiniz. Fiquru rənglədiyimiz qaydada yazını da eyni üsulla rəngləmək olur. Sadəcə olaraq diqqət etməlisiniz ki, bu hissədə birinci alət aktiv olsun. Çünki bəzən digər alətlər aktiv olduğunda yazını rəngləmək olmaya bilər. Ona mütləq diqqət etmək lazımdır. Deyək ki, eyni qaydada digər yazılarda qeyd etdik və yaxud da dizaynımızı tamamladıq. İndi burada diqqət etməli olduğunuz bir məsələ daha var. Bir A4-ün içərisinə maksimum 10 ədəd vizitka yerləşdirməliyik. Bunun üçün çoxu nə edir? Sadəcə fiqurun üzərinə bir dəfə toxunur və Ctrl-D ilə kopyalayır və belə olduqda artıq sadəcə arxa fon gəlmiş olacaq. Fiquru ekranda tam şəkildə görməyəcək. Belə olmasın deyə əvvəlcə fiqurun kənar hissələrindən seçirsiniz və Ctrl-D vasitəsilə kopyalayırsınız. Belə olduqda fiqur artıq tam şəkildə ekrana gəlmiş olur. Daha sonra isə ölçünü genişləndirib, bunu da digər fiqurla eyni məsafədə olacaq şəkildə yerləşdirmək mümkündür. Hətta genişləndirib bu formada tənzimləyə bilərsiniz. Buna mütləq diqqət edin, çünki printerdə çapdan çıxaran zaman problem yaşanmasın. İkisini yerləşdirdikdən sonra yenidən ikisini aktiv edirəm fiqurun. Hətta sol hissə biraz daha çoxdur. Boşluq olaraq buradan çalışdığım qədər sola, sağa ikisini seçib tənzimləyə bilərəm. Ctrl-D ilə kopyalayırıq və təkrar 4 ədəd yaradırıq və bunu da A4-ümün içərisində yerləşdirirəm. Ctrl-la yoxlayıram. Düzgündürsə yenidən 4-ünü seçirəm. Ctrl-D ilə yerləşdirirəm. Ctrl+-la daha yaxın məsafədən baxa bilərik. Ən sonda isə burada 2 vizitka üçün yer buraxılıb. Yenidən ikisini seçirəm. Ctrl-D eyni qaydada da bu formada yerləşdirirəm. Artıq bu bizim vizitkamızın ön səhifəsi olmuş olur və printerdən çapdan çıxartdığımız zaman da avtomatik düzgün şəkildə çıxara bilərik. Bir də onu qeyd etməyi unutdum.
Bu hissədə bir üzlü broşür, daha doğrusu vizitka hazırladıq. Bir də ikinci səhifədə hazırlamaq. Dizayn eyni olduğuna görə sadəcə yaratmaq qaydasını izah edəcəm ki, çünki burada fərqi yoxdur. Sadəcə əks istiqamətdə qeyd edib məlumatlar doldurulub. Baxın, aşağı hissədə bizdə vərəqlər olur, yəni səhifələr. Biz yeni səhifə bu hissədən də yarada bilərik, amma yaratdığımız dizaynı kopyalayıb içərisində də dəyişikliklər edə bilərik. Bunun üçün də page olan hissədə sağ düyməyə toxunuram və duplikat page əmri gəlir. Belə bir pəncərə açılır və bizə bəzi məlumatlar deyir. Hal-hazırda səhifə 1-i kopyala, yəni duplikat qeyd olunub. Aşağı hissədə isə yeni səhifə əlavə et. Bizə 2 seçim verir bu hissədə. Yəni ki, mənim hal-hazırda olduğum səhifədən öncə də ola bilər, yəni əvvəldə yerləşdirilə bilər, ya da ki, mənim olduğum səhifədən, yəni seçilmiş səhifədən sonra da ola bilər. Aşağı hissədə isə sadəcə layerləri, yəni qatları kopyalaya bilərik və yaxud da bütün hamısını birlikdə həm məlumatları, həm də layerləri kopyalaya bilərik. Biz ikinci seçimi edirik və buradan da sonrakını seçirik ki, mənim olduğum səhifə qalsın, bu isə mənim ikinci səhifəm olsun. Artıq bunlar ayrı səhifələr olduğu üçün mən bu hissədə hansı dəyişiklikləri etsəm də birinci səhifəyə əks olunmayacaq. Məsələn, nümunə olaraq nə edə bilərik? Məsələn, bunun üzərindən tutub onun yerini dəyişə bilərəm. Həmçinin buradakı məlumatları silə bilərəm. Nümunə kimi göstərirəm sadəcə. Və bunu etdikdə artıq diqqət etsəniz, birinci səhifəm dəyişir, ikinci səhifəm olduğu kimi qalır. Bunu niyə edirik? Çünki yəni deyəcəksiniz ki, yenidən sıfırdan bir səhifə yaradıb da dizaynı qurmaq olar. Bəli, olar, problem deyil. Sadəcə olaraq yadda saxlayın ki, biz printerdən dizaynımızı çapdan çıxartdıqda vizitkalar printerdən çıxartdığımız zaman önlü arxalı olduqda bir-birinin üzərinə düşməlidir. Amma biz artıq yerini ikinci dəfə özümüz seçim edərək müəyyənləşdirdikdə, məsələn, bu səhifə biraz daha yuxarıda qala bilər və printerdə çap zamanı artıq problem yaşanacaq bu halda. Yəni, bir-biri ilə eyni məsafədə olmayacaq. Bunun üçün də mütləq kopyalayıb yenidən üzərində düzəliş etmək daha məqsədə uyğundur.